gücləndirə, qısa müddətli motivasiya dalğaları yarada bilər. İnsanlar iynələrdən nəticə gözlədikcə qida və həyat tərzi vərdişlərini dəyişdirməyə ehtiyac duymaya bilər ki, bu da uzun müddətli təkrarlanan çəki artımı və emosional streslə nəticələnir. Psixoloji təmizlənmə çox vacib. Kiloların çoxalması bu psixoloji problemlərə də dayanır çox zaman. Təbii ki, hər insan öz genetikasına çəkir və ən birinci də insan elə genetikasını qəbul eləməlidir. Çünki genetikasını qəbul eləməyən insan artıq düşmüş bir özgüvəndir. Bu artıq özünü bəyənməməkdir. Bu artıq özünə qarşı bir ikrahdır ki, bu insan bununla mübarizə aparanda o daha da öz problemlərini çoxaltmış olur. İynə proseduru olsun və yaxud da digər prosedurlar olsun, bunu edən insanlar orada da bir həyəcan təşviş yaşayırlar ki, görürsən nəticə necə olacaq və daha çox nəticəyə köklənirlər, tez nəticə almağa köklənirlər. Bu da onlarda həyəcan təşvişi artırır, stres faktoru çoxalır və s. insanların sağlamlığına mənfi təsir edir. Nəticə etibarilə arıqlama iynələri sürətli və asan nəticə vəd etsə də, onların istifadəsi yalnız həkim nəzarəti ilə olmalıdır. Yanlış və özbaşına tətbiq həm fiziki sağlamlığa, həm də psixoloji vəziyyətə mənfi təsir göstərə bilər.